Artur Həsənin növbəti nağılını danışıram. Bir var idi, bir yox idi. Gölün kənarında qalın bir meşədə tülkü və leylək yaşayırdı. Onlar mehriban qonşu idilər. Günlərin bir günü tülkü doyğa bişirmişdi. Leyləyi də qonaq çağırdı. Doyğanı dayan boşqablara tökdü. Boşqabın birini özünün, birini də leyləyin qabağına qoydu. Leylək nə qədər çalışsa da doyğanı içə bilmədi. Ha cimdiklədi, ağzına bir şey getmədi. Tülkü isə boşqabı yalayıb doyğanı hamısını yedi. Qarnını sağlayıb dedi: "Əcəb dadlıdır." Leylək öz-özünə dedi: "Yaxşı, tülkü, lələ, mən bunun heyfini səndən çıxaram."